Yanımızda Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov var. Qurban müəllim, maçla bağlı təəssüratlarınızı öyrənək. İlk öncə futbolçularını təbrik edirəm. Çox gərgin bir oyun idi və çox necə deyim, stresli bir oyun idi və qarşımızda yəni hamımızın tanıdığı Dinamo Kiyev var idi və çox bərk komanda idi. Buna baxmayaraq çox yaxşı hücumlarımız oldu və sonda şükürlər olsun Allaha 2-0 qalib gəldik və qalib biz olduq. Və əlbəttə ki, bizim möhtəşəm azarkeşlərimizə təşəkkür eləmək istəyirəm. Sağ olsunlar. Sonra kimi bizə inandılar, güvəndilər. Biraz sanki inamsızlıq vardı son günlərdə, amma hər bir halda bizi yaddan çıxarmadılar və bizə güvəndilər və şükürlər olsun Allaha bizim də qalibiyyətimiz elə onlar üçün oldu. Və təbrik edirəm futbolçularına, hər birindən razı qaldım. Oyundan əvvəl bildirmişdiniz ki, rotasiyalar olacaq və Zlomisteci bugün gördüyü qapıda onun performansından razı qaldınızmı? Tamamilə razı qaldım hər birinin, hətta ilk hissədə çıxanlardan, hətta sonradan meydana çıxanlardan və özünüz də gördünüz, biraz hava şəraiti də biraz nar çox istəyirdi, istərsəməz biraz tempi saxlamaq eyni səviyyədə bir ağır idi. Razı qaldım və inanıram ki, get-gedə daha da yaxşı öz idman formalarını yığacaqlar. Geridəki oyunlarda Aleksey Kaşuk tənqidlərə məruz qalırdı. Aleksey Kaşuk, siz ona nə demişdiniz oyundan əvvəl? Yox, deyəcək yəni bir şey yox idi. Sadəcə inandığımı göstərirdim ki, mən güvəndiyimi göstərirdim. İlk oyunda ola bilər ki, biraz daha həyəcanlıydı. İlk dəfə Dinamo Kiyevə qarşı Qarabağın adından oynayırdı. Amma buradakı oyunda özüm tam sərbəst elədi, daha rahat idi. Və belə razı qaldım və çox faydalı iş əmsalı gördü. Yəni topsuz, yəni bizə lazım olan hərəkətləri, presingləri elədi və sonunda gol da vurdu və çox faydalı iş əmsalı yaxşı səviyyədə oldu. Konferans liqasında artıq demək olar ki, son mərhələdə siz play-offda rəqib Twente'dir. Onlarla bağlı nə deyə bilərsiniz? Tanış rəqibdir, fikirlərinizi öyrənək. Bəli, tanış rəqibdir. Üçüncü dəfədə biz rastlaşacağıq onlarla. Düzünü desəm, oyunlarına baxmamışam, axır vaxtlar fikrimi tam bu oyuna kökləmişdim. Yəni hər bir halda Hollandiya çempionatıdır və böyük Avropa təcrübəsi olan bir kollektivdir. Və bundan əvvəlki oyunda 6-0 qalib gəlmişdilər. Bu hər şeydən xəbər verir. Ciddi rəqibdir və inşallah biz də ciddi hazırlaşacağıq. Təbrik edirik Qurban müəllim, gələcək oyunlarda uğurlar arzu edirik. Dəyərli tamaşaçılar.